Zahidlik nə deməkdir? Zahidlik yəni tərk-i dünya olmaq deməkdir. Yəni əgər sufilərin dediyi şəkildə zahidliyi qəsd olunursa. Çünki tərk-i dünya olmaq, yəni o demək deyil, dünyanı tərk eləmək tam. Yox, heç nə eləməmək, heç bir iş dalınca getmək, yox. Sadəcə zahidlik, düzgün məfhum o vaxt olur ki, insan az bir şeylə qane olur. Az bir şey, Allahın verdiyi az bir şeylə qane olur və artığını axtarmır. Yəni geyimində ehtiyacı olanı geyinir, miniyində ehtiyacı olanı minir. Yəni istəyir heyvan, istəyir maşın və qeyri. Yəni dünyadan və ya dünya bərbəzəyindən nə ehtiyac var onunla kifayətlənir. Əsl zahidlik budur. Amma tam tərk-i dünya olmaq, demək ki, mən evlənmirəm artıq, mən zahidəm, heç evlənməyəcəm, övladım, uşağım olmasın. Yəni bu düzgün məfhum deyil, düzgün başa düşülən zahidlik deyil. Ona görə görürsən ki, o sufi şeyxləri hansı ki zahidlik iddiası ilə edirlər, görürsən əslində tərk-i dünya kimi özlərini qiyamə verirlər, baxırsan ki, dünyada nə var hamısını əldə edirlər artıq. Dünyada elə bir şey yoxdur ki, ondan istifadə eləməsinlər.